Bir gün biri gəlir doktora. Gene deyəcəklər, başladı ev anekdot danışmağa. Məndə də bir sənə nətər Hər mövzuya aid danışıb bir şey. qutaram. Sınaz ona aid nəsə bir dənə şey çıxır. Və yaxud da biri nəsə təzə bir şey. Adımdan çıxmır da, başa düşdün. Neysə gəlir şeyə biri, bazara gəlir, pəltəyin biri. Kəkəliyə danışır. Gəlir belə heyvan almaq istəyir şeydən, zoomaqazindən. Baxır ki, it satırlar, nə bilim, şeylərdən pişik, nə bilim, doberman, papuqay. Gəlir belə baxır, görür ki, adi belə yaşıl, belə göylü zadlı belə papuqay məsələn yazılıb üstünə 120 manat. Biraz qabağa belə keçir, baxır, görür ki, papuqay məsələn, nə bilim, ari. Tutaq ki, 750 manat. Bir dənə də papuqay elə bir baxır, görür ki, Xosunbayın biridir, bildin necə oturub. Qarşısında bir oturub. Səsilə Sizləri də daha belə Xosunbaydır, nə bildiğimiz. Bərk olsun. Baxır görür qabağına yazır 1500 manat. Hamıdan bahadır. Bildin necə? Yaxınlaşır yazına bir bax. Salam əleykim. Bu papuqay niyə bu belə bahadır? Belə deyən kimi qardaşa səndən yaxşı danışır. Səndən deyil. Deyir səndən yaxşı danışır ona görə. Oy. Heç gözləmirdim bu son. Yenə deyəcəklər şüşəsilə başladı. Şey, səs, gülüş. Gülürəm, havam çatmır, bala da artır. Gözümdən yaş gəldi, oğlum. Köhnə maşında deyir şüşəsilə.